Kiber təhlükəsizlik əvvəlki dövrlərə baxanda xeyli dəyişib. Əvvəl bir 10 il öncə IT bilikləri xüsusilə tələb olunurdu. İndiki dövrdə isə proqramlaşma dilləri çox tələb olunmur, amma bilməyiniz üstünlüyüdür. Bunlardan Python scripting, bash bilməyiniz üstünlüyüdür. Çünki Python dili çox uyğundur. Bu etik hakerlərin libraryləri orada çox olur. İstifadə etdiyiniz bir çox toollar, Kali üzərindən istifadə edilən bir çox toollar hamısı Pythonda yazılmış toollar olur. Ona görə Python bilməyiniz tövsiyə olunur. Holberton'da məsələ biraz fərqlidir. Adi kurs yanaşmasından fərqlənir. Çünki burada peer learning yanaşması var. Biz burada çoxlu peer learninglər təşkil edirik. Peer learning nədir? Tələbə tələbədən, tələbə mentordan öyrəndiyi bilikdir. Bu bilik də bəzi hissələrdə nəzəridir, bəzi hissələrdə praktiki məsələlərdir. Məsələn, bizim elə bir peer learning deylərimiz olur ki, biz orada hansısa bir maşını həkləyirik. Amma elə bir hansı peer learningimiz olur ki, orada biz hansısa bir industri, üzrə mütəxəssis çağırırıq, onun təcrübələrini öyrənirik. Hansısa bir peer learning deyimiz olur, orada biz open source CM qaldırırıq. Baxırıq ki, o necə işləyir. Yəni, mini özümüzün bir burada sok otağımızı qururuq, sok mühitimizi qururuq, öyrənirik. Yəni, peer learning öyrənmənin ən yaxşı öyrənmə bilirsiz ki, öyrətmədir. Biz bunu burada bu peer learning sayəsində edə bilirik.